Haydi söyle onu nasıl sevdiğimi, haydi söyle. Mən vaxtında, mən Bayaqda yazı da şiir vaxtında. verirsən ki. Dava eləmeyin. Hə? İşiniz Ev müəllim, Bana korktan ala be. Ada bu kimdir bana kim? mənim doğma əmimdir. Eyüp müəllimin bacısı nəvəsidir. Eyüp əmi deyim də, sonra mənə deyinəcək. Azərbaycan musiqisi uzun müddətli bayaqlıq adlanan bir xəstəlikdən əziyyət çəkir. Bəh, bəh. Sən başa yatanda gecə belə yatmısan kostyumla sasız. Belə yatıb belə durur. Hə? Biz uşaq olanda belə deyildi. Hamını, hər şeyi sevə bilirdik. Ağzımızdan çıxan güllə səsinə yumub gözümüzü ölə bilirdik. Biz elə ölümü belə bilirdik. Hərdən iynə batır dizivə, get lap dərinə, su səp üzüvə, təsir etməyəndə de özüvə, ölməyibsən ki, divardakı kölgən heç səninkidir ki. Xoşladığım bir gecə, yerlər, göylər işıqlı, ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı. Mənə maraqlıdır ki, Eyüp Yaqubov necə düşünür? Ailədə sizcə kimin sözü keçərlidir? Kişinin ya qadının? Kişi idarə eləməlidir, ailənin üstündə kişi olmalıdır. Azərbaycan musiqisində fitilləyirdi, çorta gedərdi sözlərini gətirmisiniz. Dilimizin təmizliyi üçün bu tendensiya sizi narahat etmir? Söhbətə baxa. Əgər mən nəsə başa düşdümsə, Zarafat bir yana 21 dekabr saat 20'də Xəzərdə. Baş sponsor Unibank. Xüsusi sponsorlar Soundtride, Unimetal, Sleepy, Bison, Bay Hollywood.